Bugün Səlyan rayon mərkəzləşdirilmiş kitabxanasında Qızıl Qələm mükafatı və Ana Kür ədəbi məclisinin sədri, şair, dəyərli dostumuz Firdovsi Sarvanlı və tarixçi müəllim, qabaqcıl təsirçisi Firdovsi Tağıyev tərəfindən qələmə alınmış Sarvan və Sarvanlılar adlı kitabın təqdimat mərasimi Səlyan rayon mərkəzi kitabxanasında çox maraqlı keçdi. Hörmətli Səlyan ziyalıları hamısı burada iştirak elədi, öz sözlərini dedilər. Sarvan və Sarvanlılar kəndi haqqında olan bir kitabdır. Hörmətli Firdovsi Sarvanlı müəllimlə bir yerdə işləmişik bu kitabı. Sarvan kəndinin cəmaatı haqqında, ayrı-ayrı nəsilləri haqqında, Sarvan kəndinin toponimləri haqqında, bu kəndin 19-cu əsrdə sosial, ictimai və iqtisadi vəziyyəti haqqında, eyni zamanda Sarvanlıların nəsil şəcərəsi haqqında məlumatları vermişik. Kənd cəmaatı tərəfindən də müsbət qarşılanıb, Səlyan ziyalıları tərəfindən də müsbət qarşılanıb. Hamıya təşəkkür bildirirəm, minnətdarlıq edirik. Çox sağ olun. Əziz dostum, qardaşım Firdovsi müəllimlə birlikdə 8 aylıq zəhmətimizin bəhrəsi olan Sarvan və Sarvanlılar kitabı işıq üzü gördü. Və çoxdan arzum idi ki, birlikdə mən onu doğma kəndimizdə təqdimatını keçirəm. Amma bəzi obyektiv və subyektiv səbəblərdən orada təqdimat keçirmək alınmadı. Dostum, adaşım Firdovsi müəllim məsləhət verdi ki, elə Firdovsum, yığışaq Səlyanda çox ziyalılarımıza, gələn o insanların hamısına təşəkkür edirəm. Zəhmət çəkdilər. Var olsunlar, sağ olsunlar. Haqqımızda çox dəyərli fikirlər söylədilər. Buna görə mən onlara bir daha təşəkkür edirəm. Və hər tədbirlərimizdə Elgün Qabilov, mənim dostum, əzizim, sən bunları yaşatmışsan, işıqlandırmışsan və Firdovsi müəllimin də, Firdovsilərin də kitabını belə işıqlandırdığı görə öncədən sənə təşəkkür edirəm, var olasan. Hər bir kəs özünün doyulduğu, boya çatdığı kəndi yaşatmalıdır, onun tarixini də. Biz bunu bilənlər sinirlədik, biz bunu gənclərimiz sinirlədik. Yəqin ki, bizə qiymətimizi gənclərimiz, balalarımız zaman keçdikcə verəcəklər. Təşəkkür ederim. Bugün biz maraqlı bir hadisənin şahidi olduq. Sarvan və Sarvanlar haqqında kitabın təqdimatı idi. Bir kitab müəllifi kimi, kitab yazarı bir insan kimi deyə bilərəm ki, bugün kitab çap eləmək, nəşr eləmək çox böyük ağır işdir və ona görə də bu kitabın çapının hazırlanmasını yüksək qiymətləndirirəm. Güman edirəm ki, bu çap Səlyanın bu ictimai siyasi mədəni həyatında öz rolunu tapacaq. Kitab haqqında, kitaba maraq həddindən çoxdur. Arzu edirəm ki, belə kəndlərimiz haqqında, qəsəbələrimiz haqqında, orada yaşayan insanlarımız haqqında, tarix keçmişlər haqqında silsilə məqalələr, silsilə kitablar çap olunsun. Yəni, kitab müəlliflərinə uğurlar arzu edirəm. Oxuculara da arzu edirəm ki, bu kitabı izləsinlər, oxusunlar və dəyərləndirsinlər. 14-cü onun birinci kitabı Sarvan şəhidləri adlanır. Sonraki kitabları Bala Kürün nəğmələri, Karvan Sarvandan keçir, hər bir şəhid vətəndir. Və bugünkü kitab, mən deyərdim ki, Firdovsi Sarvanlının müəllif kimi 5-ci kitabıdır. Yazdığı bütün şeirləri müxtəlif mətbuat orqanlarına çap olunur, onun müxtəlif şeirlərinə musiqilər bəstələnir. Bugün sözü Firdovsi Və daşıdığınız vəzifə imkan verir ki, siz bu səlahiyyəti işi idarə edəsiniz. Tərcümə alma haqqında danışdınız, yəni hamımız bilirsiniz kimlər kimdir. Mən haqqında da dediniz. Sadəcə olaraq bu kitabın ərsəyə gəlməsinin səbəbi nədən əmələ gəldi? Və təqdimatda dediniz, mənim adaşım Firdovsi Tağıyev Neftçala haqqında və öz kəndi Surra haqqında kitablar yazmışdı. Və o kitabları da mən təqdim elədi. Təqdim eləyəndən sonra mən ürəyimdən keçdi ki, mən də doğulduğum kənd haqqında kitab yazmaq nə qədər maraqlı olar. Çox belə özümə çox xoş gəldi ki, nə yaxşı olar. Sonra dedim, mən Sarvana kim yazacağım, kim var orada? Tamam yazam. Firdovsiyə dedim, adaşıma, Diday müəllim, sən başla, tapılacaq. Və o həvəslə bu işə başladıq. 8 ay ərzində biz Firdovsi müəllimlə danışmışıq. Firdovsi müəllim Səlyanın tarixin, Sarvanın tarixin, Akuşa çayının tarixi haqqında muzeylərdə oldu, əlyazmaların üstündə oldu, arxivləri gəzdi, böyük əziyyətlə başa gətirdi. Mən də kəndimizin insanlar haqqında sorğular keçdim və məlum oldu ki, mən çox yanılmışam. Sən demə, Sarvanın tarixə düşəcək şəxsiyyətləri var imiş. Onların
sizə sağlanmağa ehtiyac yoxdur. İndi kitab əlinizlədir. Əlbəttə ki, birinci öndə Qüdrət Səmədov gəlir ki, bütün Azərbaycan tanıyır bunu. Sonra kəndimizin alimləri olub, Nabil müəllim onun haqqında yazılır. Sonra Gənclik Nəşriyyatı direktoru Əlzam müəllim yazılır. Sonra atam haqqında yazdım. Atam Fransa müqavimət hərəkatının üzvü olub. Fransanın Azərbaycandakı səfrin Sərvana gətirən kişidir. O nə böyük insan imiş, nələr var imiş. Onları yazdım. Sonra başladım gənclərimizə üz tutmağa, gənclərimizin keçdiyi həyat yolları. Maşallah şagirdlərimiz, Sərvanlı şagirdlərimiz nazir müavinləridir. Sərvanlı şagirdlərimiz hamısı böyük vəzifələr daşıyırlar. Onların adını tapdıq və tapdıqca mən özümə ləzzət elədi ki, kimlər. İndi hal-hazırda Sərvanlı Yaponiyada oxuyur. Hal-hazırda Sərvanlımız Koreyada oxuyur. Hal-hazırda Sərvanlımız Amerika Birləşmiş Ştatlarında müəllim işləyir. Bunlar hamısı bizim kənd üçün bir işıq idi və mən də çox xoşbəxtəm ki, bu işığı kitab şəklində yazdım və mən Firdovsi müəllimə təşəkkür edirəm ki, mənə bu gücü verdi, məni ora sövq elədi, yazıq yaratdım. Hamımıza təşəkkür edirəm gəldiyiniz üçün. Mən burada Camaşir müəllimi görürəm. Nədən deyirəm? Çünki arxivlərdə var, Ramiz doktoram Atuz işləyir. Onun 1965-ci illərdə kənd təsərrüfatı sərgilərində getməklə çöldə pambıqçılarla nə eləməlidir? O hətta Atuzun adı orada var. Yəni ki, ona görə insanlar bura dəvət elədik. Allah hamımızın canı sağ olsun. Burada bizim ərazi nümayəndəmiz iştirak edir, Qorxmaz müəllim. Atası Qəzənfər müəllim, uzun illər bu Səmədovun müavini olub. Uzun illər qardaşı Məhəmməd bizim qalxoz sədrimiz olub, baytəkimiz olub. Yəni onların adları yazılır. Burada bizim əzizimiz Rövşən müəllim iştirak edir. Rövşən Məmmədi. Rövşən ona görə xüsusi adı vurğulanır ki, sponsordur. Yəni heç kim ismə bir maf vermir də, kitabı yazmaq çox asaddır. Amma onu çap eləmək bilir, yazanlar bilirlər. Çox ağırdır, çox çətindir. Sağ olsun Rövşən müəllim bu işi özlərinə götürdü və mənə maddi dəstək oldu, kömək oldu. Rövşən müəllim, sizə təşəkkür edirəm burada. Allah canınızı sağ eləsin, var olasınız. Bir daha hamımıza gələn ayaqlarınız var olsun. Mənə deyirlər Firdovsi müəllim, Səidə xanım, təşəkkür edirəm sizə. Mən bu mərkəzi kitabxanamızı öz ocağımız adlandırıram, öz yerimiz adlandırıram. Çünki ayda bir də biz buraya yığışırıq. Anakür Ədəbi Cəmiyyətinin məclisinin üzvləri burada olurlar. Hər dəfə deyəndə ki, deyirəm qonağım, bir qonaq dörsünüz, buranın üzvlərisiniz. Təşəkkür edirəm, tədbiri keçdiyinizə görə, Allah sizdən razı olsun. Və dedi ki, kimləri çağırırsan? Dedim, mən orada dostlarımı çağıracam. İndi bugün buraya elə dostlarım gəlməyib ki, hamısı obyektiv səbəblərdən ki, Firdovsi müəllim, əziz dostlarım. Allah hamımızdan razı olsun. Hər birinin adınızı bir-bir çəkə bilmədiyimi görə üzrü hesab edin. Hamısı gözlərim görür sizi, ürəyim sizinlədir. Hamınıza təşəkkür edirəm. Var olasınız. Və bir də şey deyim ki, bir axsaqqalımız buradadır, Zabil Pərviz. Onu deməsəm mən biraz günaha batarım. Dahi Nizami Gəncəvi deyib ki, elmlə, hünərlə başa dur, heç kəs üstünlük edə bilməz. Şübhəsiz bu kitabın yaranmasında elmi cəhətdən, elmi əsaslanan fikirlərin irəli sürülməsində, nəşr olunmasında, çap edilməsində ən önəmli cəhət elə bizim həm tarixçi, həm də ədəbiyyatçı müəllimlərinə xidməti olurdu. Mən Firdovsi müəllimə, Firdovsi Tarixə söz verirəm. Yəni onun haqqında da mən qısa danışmaq istəyirəm ki, Firdovsi müəllim 1962-ci ildə Neftçilər rayonunun Aşağı Sura kəndində anadan olub. 1979-cu ildə Aşağı Sura kənd orta məktəbini, 1989-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Aşağı Sura kənd tam orta ümumi məktəbinin tarix müəllimi, qabaqcıl təhsil işçisidir. 2005-2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin dissertantı kimi akademik Nailə Vəlixanlı rəhbərliyi altında elmi araşdırmalar aparmış, məqalələri dərc olunmuşdur. Onun indiyə qədər 4 kitabı çap olmuş, indi 5-ci kitabdır. Birinci kitabı Aşağı Surra kəndi, ikinci Surralılar Qarabağ Savaşında, Neftçalar Aşağı Kürboyunun tarixinə dair 3-cü kitabıdır. 4-cü kitabı Neftçala kəndləridir və 5-ci kitabı həmin Sarvan və Sarvanla kitabıdır.
Bu kitabın yazılması haqqında hörmətli Firdevsi müəllimlə söhbətimiz oldu. Yazılmaq səbəbim həm də o səbəblərdən birində deyim ki, Firdevsi müəllimin şəxsiyyətinə mənim hörmətimdən qaynaqlandı həmçinin eyni zamanda. Çünki mən onu çoxdan tanıyıram və həm Səlyan bölgəsinin, həm də öz kəndlərin harada olursa olsun çox ləyaqətlə təmsil edir, hörmətlə təmsil edir, nüfuzlu şəxsiyyətlərdən biridir. Mən ona şəxsi hörmətim var. Sağ ol. Kitab haqqında biz söhbət edəndən sonra mən özümdə fikirləşirdim ki, Sarvan kəndinin hardasa 20 nəfər əhəmiyyətli adamı haqqında Firdevsi müəllim məlumat toplayar və bu bəlkə bəs eləyər də. Bir müddət keçəndən sonra gördüm 20 nəfər nədir, 200 nəfər haqqında təxminən yazı düzəldir. Çox adamlarla görüşür, çox adamlarla danışıb, söhbət edir, məlumatlar toplayıb. Təəccüb aldım ki, bu müddətdə doğrudan şək. Ondan sonra bir 200 nəfərə yaxında, hardasa bu kitabda 400 nəfərə yaxın Sarvanlar haqqında geniş məlumat verilib. Hamısı Firdevsi müəllimin həvəslə, enerji ilə bu işə girişməsindən asılı oldu. Doğrudan çox böyük iş gördü. Tez-tez də biz Səlyanda görüşmüşük. Məsələn, kitabın bir qədər samballı alınması üçün, elmi şəkildə alınması üçün düzgün metodlardan istifadə edək ki, Sarvan etnotoponimi haqqında, Sarvan kəndinin keçmişi haqqında, Akquşa çayı haqqında, Səlyan özü haqqında müəyyən məlumatlar əldə elədim. Bir anlara Firdevsi müəllim qeyd elədi. Müəyyən yerlərdə oldum, materiallar götürdüm. Yəni, məndə digər materiallar da var idi, amma Sarvan kəndi haqqında qeyd elədim ki, bu ikiyə görə mən üstünlük verdim ki, işləyək bunun üzərində. Bir məsələ də deyim ki, indiki dövrdə hamı bilir ki, kitab eləmişik ki, bu gələcək nəsillər üçün istənilən bir yol düzəldir. Sarvan cəmaatı, indiki kiçik uşaqlar, onların nəsilləri baxacaqlar ki, bizim kəndimiz hardan gəlib, hara gedib, bu toponim, etnotoponim nədir, hardan gəlib, indi kimlər yaşayıb o vaxtı. 1873-86-cı illərdə Sarvanda yaşamış Sarvanların da nəsil şəcəri haqqında da xeyli məlumatlar vermişəm orada. Sahib müəllim də oxuyub onu. Firdevsi müəllimin çox burada qoşa Firdevsidən gedir əlbəttə. Allah canını sağ eləsin. Amma bu günlər biz Ərsiyə gələn Sarvan kəndinə gəldinizsə, mən əzim Firdevsi Sarvanlıya şamil edirəm bunu. Yazılar müxtəlif olur. Məsələn, Firdevsi Tağıyevin yazdığında tarix müəllim olduğunu tarixi yönümdən çox yanaşır hər şeyə. Amma Firdevsi müəllimdə bir də aspekt. Fikir verin. O yanaşmasında hara baxdım xəritə gördüm. Bu coğrafiya, coğrafiyanın, ailə coğrafiyası, səzərə coğrafiyası, ondan sonra kəndin yaranmasında coğrafiyanın, o da gəldi sonra da hətta Balakür məsələsindən çox öndür. Gəl orada dedim ki, Allah rəhmət etsin, Oxtay görürsən. Çünki Balakür axı getdi bağaldın da, çünki o kür sənin müəllimin kəndi Arbatandan keçir, gəlir Sarvana keçir. Balakür olmasaydı kəndlər olmayacaq. Ancaq alışlamaq lazım. Alışlamaq lazım. Bunu Ərsiyə gətirmişdir və buna nümunə olaraq başqa kəndlərində ziyalıları öz kəndləri haqqında qoysunlar, onun üstündə işləyəcəklər, gələcək nəslə biləcəklər ki, bəli, ziyalılarımız buna doğruda da vaxtında qiymət veriblər və hətta gələcək tariximizdə önə çıxan məsələlər olacaq ki, sizin kitablardan istifadə edirsiniz. Ən birincisi də, orada bir neçə mənbəyə toxumusunuz. Bu mənbələr çox mötəbər mənbələrdir. O Dağdır Möminlər kitabından deməli istifadə etmişdir. Orada bilirsiniz, böyük akademiyalardan, eskiyə baxımda kitablar tərtib olunur. Ancaq bunlar kitablar yazırlar. Əllərindən çıxır, özlərindən çıxır, gözlərini nurun qoyublar. Bəzən biz özümüz də bir mənbədə var, hazır materialı qoyuruq. Ola bilsin ki, orada Səlyan tarixi haqqında məlum materiallar, yəni təsdiq olmuş arxın materialları ola bilər. Ancaq məsələlər var ki, onlara yanaşılır. Gecə, gündüz o məsələyə baxırlar. Yəni, çox gözəl bir məsələdir. Yəni, orada diqqətimi çəkən kitabçı kimi nədir? Bəzən kitab nəşriyyəndə ən hörmətli tuturlu adamlardan başlayırlar, deyək ki, generallardan, əməkdaşlardan aşağı sırav adamlara çatır. Burada isə əksinədir. Yəni, birinci növbədə şəhidlərimiz, ondan sonra sahə adamları, hərbçilər, elm adamları, mədəniyyət adamları, burada heç kimə fərq qoyulmur. Əsas məsələ odur ki, Sarvanın, Azərbaycanın həyatında ictimai siyasi rol oynamış adamlar orada öz yerini tapırlar. Təbii ki, onu biraz da arzu edirəm, davamlı olsun. Mətbuat da belə məsələləri həmişə izləməkdə əsas funksiyalarından biridir. Təşəkkür edirəm. Yəni ki, bunu da araşdırırlar, yəni elə belə söz gəlişi yazmırlar orada.
Elə göz müəllim. O elə belə yazılmıyor. Yəni ikinci orada əhalinin say və artım məsələləri. Deməli, keçən əsrin əvvəlində soyuqləşmə artım Şair Firdovsi Sarvanlının kitabının təqdimatına erişmişim. Mən elə bilirəm ki, hər birimiz üçün bu mənəvi zövqdür. Bu tədbirdən hər birimiz mənəvi zövq alır. Firdovsi Sarvanlı poeziyasında doğma, yurda bağlılıq, insan duyğuları, vətən sevgisi və həyat həqiqətləri xüsusi bir səmimiyyətlə əks olunur. Bu bizim hər birimizə məlumdur və o səmimiyyəti bizə Firdovsi mənim hər bir tədbirdə o gözəl enerjisindən ötürür. Allah sübut olsun. Onun misralarında həm sadə insanın ürək döyüntüsü, həm də zamanın ağrıları yaşayır. Bu bizə də bəllidir ki, 1-ci Qarabağ və 2-ci Qarabağ müharibəsində canına keçmiş Səlyanın Sarvan kəndi şəhərlərinə həsr olunmuş. Hər bir şəhid vətən adlı kitabımızdan bizə məlumdur ki, siz bu ağrıları həm də zamanın ağrıları yaşayır. Sizin o qəlbinizdə o tədbirlə bağlı. Firdovsi müəllim Səlyan rayonunun ədəbi və mədəni mühitində tanınan şair, publisist, tədqiqatçı və ictimai fəaldır. O uzun illərdir Səlyanın mədəniyyətinə, folkloruna və yerli poeziyasının inkişafına istiqamətində fəaliyyət göstərir. Biz belə bir şey deyək ki, sözün qanadları var quş kimi incə-incə, dünyada söz olmasa nəyə gərək düşüncə. Şairin yazdığı göstərir ki, söz yalnız yazılmır, söz yaşanır, hiss olunur və insanın qəlbinə toxunur. Bu kitabda müəllifin düşüncələrinin Xatır deyirəm, onun bir kitabında burada təqdim olunma mərasimi keçirilmişdi Səlmanda. Və hər ikisini mən salamlayıram. Onlara doğrudan da belə bir dəyərli bir kitabı araya ərsəyə gətirdiklərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən belə bir sözüm var, deyirəm ki, bir insan əgər doğulduğu küçəyə, qəsəbiyə, kəndə, şəhərə bağlı döyürsə, o sevinirsə, durub desə ki, qurban olma Azərbaycana, biraz saxta səslənəcək bu. Yəni, ilk növbədə insan doğulduğu küçəyə, qəsəbiyə, kəndə, şəhərə bağlı olacaqsan, ondan sonra xainlərə göz bağısan, mənim doğma Səlyanım. Küçələri düz, nizamlı, insanları intizamlı, hərarətli, istiqamlı, mənim doğma Səlyanım. Səndədir gücüm, təpərim, səndə azalır dərd, sərim, şəhidlərin qürur yerim, mənim doğma Səlyanım. Könlümün solmaz baharı, ürəyimin şah damarı, darın möminlər diyarı, mənim doğma Kendi adımdan bu yoldaşlara teşekkür ediyorum. Çok sağ olsunlar ki Firdovsi müəllimlə bu günleri kitap təqdimatında görüş keçirdirlər. Sarvan ve Sarvanlılar kitabını ben çok hiçbir şey analiz eləməyəcəm. Ona göre ki hamı tanış olub o kitabla ve oradaki materyallarla tanış olurlar. Ama ben gözümle gördüğüm oradaki materyalları, gözümle gördüklerimi diyeceğim. 1953 yılda ilk defa Salyan rayonunda medeniyet evi adı olmayanda Kudret Semedov Sarvan'da medeniyet evi diktirdi. Medeniyet evi olmuş can, ömür olsun firavan, 16 şehit diyarı, kahraman kentti Sarvan. Her bir de kahraman kentti Sarvan. Sağ olun ki, ufaklık siz numune yaptınız. Numune siz, bu kitaba numune var burada. Ufaklık orada ki, böyle bir şey olmalı. Ve her yerde kitap. Kitabıdır və bir də şəxsiyyətinə böyük hörmət elədiyim digər Firdovsi müəllimin ikisinin birgə yazdığı kitabdır. Əvvəlan təbrik edirəm hər ikisini. Hər ikisinə can sağlığı arzulayıram və qələmləri it olsun. Mən tarixçi kimi Firdovsi müəllim mənə təxminən bir ay bundan qabaq vermişdi, deyildir? Mən o kitabın hamısını oxumuşam. Burada qeydlərim də var.
Ancaq qeydlərimi şəxsən özümə deyəcəm. Bəzilərini deyəcəm ancaq. Nə demək istəyirəm? Əvvəlan, burada qeyd olundu, mən də qeyd eləmək istəyirəm. Kitab yazmaq qəhrəmanlıqdır. Kitab yazmaq böyük hünərdir. Mən öz timsalımda bilirəm ki, bir neçə kitab yazmışam, birini də bu yaxınlarda yazmışam. Nə qədər əziyyət tələb edir. Siz bu əziyyəti çəkmişsiniz. Və bunu xalqa, insanlara ərmağan edirsiniz. Bu çox yaxşı haldır və sizə bir daha minnətdarım. Firdovsi müəllimin birinci kitabı 94-cü ildə çıxanda Sarvan Şəhidləri kitabı çıxan vaxtı o çox həcmcə kiçik kitabdır. Amma dəyər böyük. Çox dəyərli kitabdır. Həmin vaxtı, həmin dövrdə o kitaba onda da maraq biraz az idi. Ancaq bugünkü gün şəhidlərin tədbirində istər məktəbdə olsun, istər biz özümüz birinci o kitabı açırıq. Həmin kitab hər evdə var. İstəyir Şiirdən öncə şiiri sosial şəbəkədə də paylaşım edəcəm. Ancaq məqsəd burada bu hər iki insanı təbrik eləməkdir. Məqsədim budur. Çünki bu hər iki şəxs, hər iki gözəl insan bu əsəri ərsəyə gətirməkdən ötürü gecələri gözlərinin nurunu veriblər. Bu təqdirə layiqdir və tarix şəxsiyyətlər haqqında bu kitabda məlumat var. İndi hansı bir məlumat yoxdursa, yəni müəllifi qınamağa dəyməz. Yəni o hüdudları aşar, yadındadır bir səryan haqqında Kənd, həyət, bacar, söyüd, hamısı. Yəni o öz bütün o dövlətsizlik şeirlərin içərisində də öz kəndini tərənnüm edir. Öz vətənini tərənnüm edir, doğma kəndini. Nə olsa Azərbaycan hamımızın vətənidir. Oxtay Rza, bütün o şeirlərində, məhəbbət şeirlərində, o bir sözü var, yazmışım. Mən də aynı Salyana gideydim, sonra yox, doğulduğum kəndə gideydim. Yəni doğulduğu kənd, hamıya, Firdovsi müəllim. Sən bizim dostumuzdan əlavə, yəni bu biraz mən bu ürəyimdən gələn söz daha demirəm. Mən sənə təşəkkür edirəm. Bir ziyalı kimi, bir müəllim kimi. Yəni sən öz deyir o nətərdir? Evladını sevməyən adam vətəni sevəyim. Əgər sən kəndini sevməsən, harada Azərbaycanı sevəcəksən? Öz doğma kəndini. Ölkəmizdə tanınan, ölkəmizin hüdudlarından tanınan böyük Turan aşirliyi, Azadlıq aşiri Xəlbəyin portreti var, Dərcan portreti var, Ölməz Əliyağa Kürçaylı'nın portreti var, Ana Kürün Vurğunu aşiri Aşıq Qananın portreti var və deməli burada ruhlar var və biz o ruhları sevindirmək üçün yığılmışıq bura. Ədəbi bir tədbirdir. Mən hər iki Firdovsi müəllimi, Firdovsi Sarvanlı da, Firdovsi Surralı da təbrik edirəm. Təbrik üçün gəlmişəm bura, dinləməyə gəlmişəm bura. Mən sizə can sağlığı arzulayıram Firdovsi müəllim. Mən sizinlə 30 ildən artıqdır münasibətim var, dostluq, yoldaşıq. Fəxriniz çox əzizdir, kəndiniz çox əzizdir mənə. Sağ olun. Var olasınız. Mən sizin hər birinizə can sağlığı arzulayıram. İştirak elədiyi üçün sizə təşəkkür edirəm. Və özümə borc bildim ki, neyin bahsına olsun burada iştirak edeyim. Söz verdiyi üçün də minnətdarım. Sağ olun. Doğrudan da bugün kitab yazılırsa onun oxucusu da var, onun alimi də var, onu sevən insanlar da var. Çünki hər bir Azərbaycanlı istəyir ki, öz tarixini bilsin, öz yaşadığını, kimliyini bilsin. Kitablar bizim kimliyimizdir, kitablar bizim üçün əvvəldidir. Mən hər birinizə arzu edirəm ki, kitabları oxuyun. Və mən şairlərdən, bu kitabları yazanlardan xahiş edirəm ki, bir var bu kitablar evlərdə bir oxucusu olsun, bir var kitabxanalarda 10 oxucusu olsun. Mən gəlib bizim kitabları, bu kitabları versiniz, onlar gəlib bizdə kitab alıb oxumayacaqlar. Ancaq bu kitabları kitabxanaya versiniz, həm bizim kitabxananın üzvü olacaqlar, həm də Sarvanın əhalisi haqqında, onun gözəl ziyanları haqqında məlumatlar olur. Hər bir dost tarixin ərsəyə gətirdiyi bu kitab Səlyanın tarixində ən maraqlı kitablardan biridir. Və bundan sonra da olacaq. Mən eləsə bilirəm ki, Firdovsi müəllim, Firdovsi Tayev tarixçi, tədqiqatçı kimi onun döymədiyi qapı qalmır. Yəni onun kitablarının hamısında elmlilik var. Necə də Firdovsi Sarvanlının şeirlərində vətən ruhu var, Xəlilzar ruhu var, vətənpərvərlik ruhu var o şeirlərdə. Və mən hesab edirəm ki, bizim bu tədbirlərimiz, bu kitablarımızın təqdimatı hələ bundan sonra davam edəcək. Hər kənddə də belə həm ziyalı potensial var, onlar öz qüvvəsini səfərbərliyə alacaqlar. Və mən bir əsas şeylə qeyd edeyim ki,
rayonda keçirilən bütün bu ədəb bədii tədbirlər hamısına rayon icra hakimiyyəti özü nəzarət edir. Həm keçən dəfə Nadir Mustafanın tədbirində şəxsən mən icra başçısını icra almışdım, hərəmdə bilirsiniz. Eləcə də bugünkü tədbir və başqa tədbirlər. Yəni o rayonda yetişən bu ziyalı potensialın inkişafına ərsəyə yetirdiyi hər bir təşəbbüsə çox qayğıyla yanaşır. Gəldən qulaqdır. Çıxışlar həqiqi mənada hər çıxışda mən bir şey götürürəm. Şəxsən mən özüm ay çıxışdan bir özünüzü qavradım. Yəni əslində bilirsiniz necədir. Onlar kimlər sizə maraqçısı ola bilər. Hər çıxışlarında deyən ki, Sami çıxışında, Zabil mənim çıxışında, Əzamil özünün çıxışında, Əzamil tamam başqa bir mövzuda çıxış edir, Zabil tamam başqa mövzuda, Sami mən tamamilə tarixə getdi. Yəni bunların özündə bunlar cəmləşən nədir? Burada bu gün də Firdovsi müəllimin işinə yığışdırılmış, Firdovsi müəllimlərin kitablarının ərsəyə gəlməsidir. Mən hər üçü təbrik edirəm. Bilirsiniz necədir? Mən bir tarixə çeyrəyək ki, Firdovsi müəllimin məni tanıdığı bəlkə tarix yadıma çıxır. Onda mən laf cavan uşaq idim, belə cavan oğlan, 2-3 yaşım var idi. Firdovsi müəllim məktəbdə cavab şeydi, Saran məktəbində. Bizim o vaxtda bizim münasibətlərimiz yanında. Bu gün Firdovsi müəllim özün rayonumuzda, nə kəndində rayonumuzda, Respublika özünü təsdiq edilmiş bir insandır. Özünün savadına görə, insanlığına görə, ziyallığına görə. Yəni bu tərif deyil Firdovsi müəllim. Biz faktı olduğu kimi qəbul etmək biz borcluyuq. Onu olduğu kimi deməli ki, bu necə? Və bu günlər mən Firdovsi müəllim ikincilərdən bir kəşf elədik. Firdovsi müəllim biz yazar kimi, şair kimi qəbul etmişik və bu günlər Firdovsi müəllim tarixə biraz başvurur, orada geri nəsəl keçir, belə edir. Yəni Firdovsi siz tamam başqa bir şey yazardınız. Bu mən bildim. Yəni Sami müəllim İranda çox gözəl bizim bir tədbirimizdə bir söhbətimiz oldu. Siz bu günləri belə danışırlar, Sarvan kəndinin deyək ensiklopediya bir kitabını yaratmışsınız. Sırf Sarvan kəndi ensiklopediya kitabını yaratmışsınız. Bu kitabı oxuyan insanlar və bu deyək ki, Sarvan kəndi haqqında müəyyən yox, bir çox məlumatı əldə etmişik. Ona əsas hər bir kənd neyinə ərazi, dövlət neyinə tanır? Onun ziyalıları ilə, onun insanları ilə, onun savadlıları ilə tanır və bu günə söz Sarvan haqqında çox gözəl ürək olacaq. Günləri bu kitabın təqdim etmə mərasimi iştirakçılarının hamısını bir daha sağlayın. Bəli. Arda olsun inşallah. Hər iki Firdovsi müəllimi təbrik edirəm. Sizə möhkəm can sağlığı arzu edirəm. Allahdan arzu edirəm ki, bu işləriniz davamlı olsun. Və çox güman ki, bundan sonra çox kəndlər hələ bu işlə məşğul olacaq. Bizim kəndimizdə